Biz bu 20 yanvar hadisələrini əslində həm xatırlayırıq, həm də o günlərin mahiyyətinə varmağa çalışırıq bugün. Azadlıq hərəkatı necə oldu ki, gəldik, bax 20 yanvar hadisəsinə çıxdı? Əvvəla onu qeyd edeyim ki, min illiklərlə ölçülən xalqımızın zəngin dövlətçilik, zəngin həm də şərəfli dövlətçilik tarixində həm faciəli səhifələr olub, həm də qəhrəmanlıq səhifələri. Ancaq 20 yanvar hadisələrinin özəlliyi ondadır ki, o eyni zamanda qəhrəmanlıq səhifəsidir, həm də faciə səhifəsi. Yəni bu baxımdan o unikaldır. Və 20 yanvar hadisələrindən, bu faciədən 36 il ötür. Və 36 il reallığında biz həmin dövrə qiymət versək, xeyli suallar və eyni zamanda cavablar ortaya çıxır və o cavabları biz artıq bilirik. Əvvəla ilk növbədə yəqin ki, o sual düşündürür ki, bu 20 yanvar faciəsini şərtləndirən amillər nə idi? Nədən o baş verdi? Ondan yayınmaq mümkün idimi? Elə etmək olardımı ki, 20 yanvar faciəsini biz yaşamayaq? Mən elə gəlir ki, bu suala bir cavab versək, ilk növbədə ona diqqət ayırmalıyıq ki, bu 20 yanvar faciəsi ilk növbədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSR rəhbərliyinin həmin bu iddiaları dəstəkləməsi, şirnikləndirilməsi ilə bağlı idi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından danışarkən 1988-ci ilin fevral hadisələrinə qiymət vermək lazımdır. Çünki o zamandan artıq Ermənistanda olan, Qərbi Azərbaycanda olan bizim soydaşlarımızın kütləvi deportasiyasına başlandı. 250 mindən çox soydaşımız qovuldu, soyqırma məruz qaldı və artıq proses o zaman başlandı, 1988-ci ilin fevral ayında. Və indi bax, bayaq söylədiyim fikir ki, SSR-nin dəstəyi, SSR-nin şirnikləndirmə siyasətinə baxın. Bu oldu fevralda 1988-ci ilin mart ayında Sovet İttifaqı Komünist Partiyası və SSR Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı bir qərar qəbul edir. Və faktiki olaraq Dağlıq Qarabağın, mən köhnə terminologiya ilə söyləyirəm, Azərbaycandan ayrılması üçün münbit şərait təmin edilir. Onların əlahiddə olaraq maliyyələşdirilməsi həyata keçirilir. Və Azərbaycanın müvafiq dövlət qurumlarından qoparılıb, SSR-nin müvafiq dövlət qurumlarına tabiçiliyi reallaşdırılır. 1988-ci ilin mart ayında. Bunun ardınca 1989-cu ilin yanvar ayının 12-sində görünmə baş verir. Həmin gün SSR Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik forması, xüsusi idarəetmə komitəsi yaradır və ermənipərəst Arkadi Volskin də o rəhbəri qoyur. Bununla da faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması və Ermənistana verilməsi prosesi öz məntiqi sonluğuna sanki yaxınlaşır. Və bununla ruhlanan Ermənistan, onun o zamanki rəhbərliyi və separatçılar toplaşıb 1989-cu ilin dekabr ayının 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edirlər. Fikir verirsiniz, yəni bunlar hamısı ardıcıl şəkildə baş verməkdədir. Deməli, 20 yanvar faciəsinə görə məsuliyyət Ermənistanın siyasi rəhbərliyi, SSR-nin siyasi rəhbərliyi üzərinə düşür və burada heç şübhəsiz ki, Azərbaycan o zamanki siyasi rəhbərliyi və müxalifətdə çox böyük məsuliyyət daşıyırlar. Və indi yəqin ki, sual yarana bilər ki, Azərbaycanın siyasi rəhbərliyi o zaman nə edir? Birincisi, qorxaqlıq, satqınlıq və öz dövlət və milli maraqlarını kənara qoyub SSR rəhbərliyi və onların tələblərini əməl ediblər. Öz xalqını, dövlətin böyük təhlükə qarşısında qoyublar. Və bu dediyimə misal olaraq məlum hadisədən bir 5 gün öncə, 1990-cı ilin mart ayının 15-də Azərbaycan SSR Ali Soveti SSR rəhbərliyinə, SSR Müdafiə Nazirliyi mühafizə orqanlarına müraciət edir. Müraciət 1977-ci ilin SSR Konstitusiyasının 81-ci maddəsinə istinadən baş verir. 81-ci maddədə yazılıb ki, SSR Respublikalarının suverenliyinin təminatçısı SSR dövlətinin özüdür. Suverenliyin təminatçısı. Və həmin məktubda da SSR-nin rəhbərliyinə, xüsusilə
xüsusilə təhlükəsizlik və hüquq mühafizə orqanlarının rəhbərliyinin müraciətində qeyd olunur ki, Azərbaycanda suverenlik üçün ciddi təhdidlər yaranıb və onun aradan qaldırılması üçün müvafiq köməklik göstərin. Yəni, faktiki olaraq 20 yanvarda 19-dan 20-sinə keçən gecə o Sovet qoşunlarının Əryalın insanları güllələməsi ilə bağlı müraciətdə Azərbaycan tərəfi edib. Azərbaycan o zamanki rəhbərlik edib. Və bunun ardınca Azərbaycan müxalifətini mən söylədim ki, o zamanki müxalifətin, Azərbaycan Xalq Cəbhəsinin fəaliyyəti bu əslində təxribatçı fəaliyyəti idi. Təxribatçı fəaliyyəti ilk növbədə onunla qeyd etmək istəyirəm ki, bir Milli Müdafiə Şurası yaratmışdılar və Naxçıvanla sərhəddə xüsusilə sərhəd xətlərini, məftilləri dağıdırdılar. Və bununla da SSR hökumətinə əlavə bəhanə verirlər ki, SSR-nin artıq dövlət sərhədi dağıdılır. Və eyni zamanda bilirsiniz ki, o zaman Dövlət Təhlükəsizlik Komitəsi bir Sumqayıt hadisələrinə oxşar 13-17 deməli yanvar tarixlərində o dövrdə bir Sumqayıt hadisələrinin bənzər erməni talanları təşkil etdi. Yəni bunlar hamısı üst-üstə düşürdü. Məqsəd nə idi? Məqsəd o idi ki, Azərbaycan xalqının azadlıq mübarizəsini bu cür vəhşicəsinə yatızdırmaq, həm də bir dərs vermək ki, kimlər analoji addım atsalar, eyni aqibəti yaşayacaqlar. Və burada yəqin ki, diqqətdən yayınmayan cəhət odur ki, o zaman Bakı qarnizonu və Bakı ali deməli, o hərbi hissələri ki var idi, o Bakı Ümumqoşun məktəbi daha doğrusu, onların bir 110 minlik hərbi hissəsi var idi Bakıda. Və 110 minlik bu hərbi hissələr ola daha 66 min Krasnodardan, Stavropoldan, Rostovdan, erməniləri, sonra erməni məhbusları və s. bunları toplayıb Azərbaycana göndərmənin mənası nə idi? Onları silahlandırıb, o saqqallıları Azərbaycana göndərib, Azərbaycana qarşı bu təzyiq və Azərbaycan xalqına qarşı bu cinayəti, bəşəri cinayəti törətməkdə məqsəd nə idi? Bunun da cavabı bəllidir. Məsələ onda ki, Bakı qarnizonu və Bakı deməli, o Ümumqoşun məktəbinin kursantları, zabitləri, onlar Azərbaycan xalqını gözəl tanıyırdı və qonaqpərvərliyini çox yaxşı bilirdi və o rəhbərlik SSR Müdafiə Nazirliyinə və SSR hökumətinə məktub yazmışdı ki, Azərbaycana qoşun yeritmək üçün və hərbi yolla məsələləri tənzimləmək üçün əsaslar yoxdur və Bakını Rumuniyaya çevirmək lazım deyil. Azərbaycanı Rumuniyaya çevirmək lazım deyil. Yəni, qoşun yeridilməsinin əleyhinə olduqlarını bildirmişlər. Çünki o şərait yoxdur ki, burada qoşun yeridilsin əlavə. Və Sovet rəhbərliyi fikirləşdi, yox, 110 minliyə etibar etmək olmaz. Onların bu məktubu artıq onları bu təəssüratı yaratdı. Və nəticədə 66 minlik əlavə qoşun hissələri və onların üzərində də xeyli psixoloji bir əməliyyatlar keçirmişlər ki, əvvəla narkotik maddələrdən istifadəyə qədər onları təmin etmişlər, içkili vəziyyətdə. Həm də ki, tərkibin mütləq əksəriyyəti ermənilərdən ibarət idi. Residivistlərdən tutmuş, deməli o ermənilərdən ibarət idi. 300-ə qədər Sovet generalının Bakıya yerləşdiyi haqqında məlumatlar var. Və onlara söyləmişlər ki, insanlara qarşı son dərəcə qəddar olun. Çünki əks halda onlar snayperlərlə silahlanır və sizi məhv edəcəklər. Hətta sizin geyiminizi də əldə ediblər. Yəni, eyni geyimdə ola bilərsiniz və siz səhv sala bilərsiniz. Yəni, bütün bunları nəzərə alın ki, siz bir gülləyə də belə, necə deyərlər, heyfiniz gəlməsin. Çünki əks halda özünüz hədəf olacaqsınız. Kimi? Bax, belə xüsusilə də Rus xalqına qarşı bir soyqırım siyasəti gözlənilir. Bakıda olan Rusları qarşı, xristiyanlara qarşı böyük bir talançılıq baş verəcək. Ona görə də bunun qarşısını almaq üçün siz son dərəcə qəddar olmalısınız və önləyici, qabaqlayıcı addım atmalısınız. Buna qədər bir psixoloji üsullardan istifadə etmişlər. Ona görə də 20 yanvar faciəsi 147 nəfər itki, 700-800-ə yaxın bizim yaralılar, böyük bizim qurbanlarımız, bunlar hamısı həmin o dediyim psixoloji təsir üsullarının nəticəsində idi.